Sovet bizə Nəsimini panteist kimi göstərdi. Panteist təbiətə inanır. İmperiya qarşı vuruşan biri kimi. İmperiya qarşı vuruşur. Plus bir də panteizm adlı bir ideologiya var da, yəni təbiət tanrıdır. Nəsimi demirdi təbiət tanrıdır. O deyirdi ki, yaradan hər yerdədir. Demirdi sadəcə ağac tanrıdır, mən tanrıyam. O deyirdi ki, o hər yerdədir. Ki, hər yerdədir də. Bütün məxluqlarda, varlıqlarda, zərrələrdə. O hər yerdədirsə, mən necə hər yeri sevməyim? Ona görə deyir də, şəms mənəm, qəmər mənəm, mən laməkanam. Adicə bir dənə məsələni götür. Məsəl üçün sən bir ağacı kəssənsə, ona qarşı olur. Heyvanı öldürürsənsə ona qarşı. Hər şey. Heyvanı kəssənsə ona qarşı yenə. Hər şey oldu. Hər tərəfli ona şeylisən, toxunusan birbaşa. Yəni insana belə deyim də, vurub öldürməyi demirəm. O bir başqa bir məsələ.